ABŞ vətəndaşı eyni zamanda cinsi istismar qurbanı olan Ashley Rubright'ın açıqlamaları dünya gündəmini məşğul edən Jeffrey Epstein skandalı ilə bağlı yeni məqamlar ortaya çıxarıb. Lentas xəbər verir ki, Rubright BBC-yə verdiyi müsahibədə olduqca qorxunc hadisələrdən danışır. Bununla bərabər o deyir ki, bu istiqamətdə aparılan araşdırmalar, yayılan məqalələr onun və digər qurbanların travmalarını yeniləyir. O hər gün bu mövzuda eşitdikləri zamanı keçirdiyi hisslərin dəhşətini təsvir etməyə belə aciz qalıb. Amerika rəhbərliyi və ictimaiyyəti bu məsələni bitmiş hesab etməməlidir. Onun sözlərinə görə, illərdir ki, qurbanlar bununla bağlı davamlı şəkildə əziyyət çəkir. Buna görə də məsuliyyətə cəlb edilmə və şəffaflıq tələb edir. O həmçinin qeyd edib ki, çoxları hələ də bu skandala qarışan şəxslərin adları, əlaqələri və prosesin necə aparıldığı haqqında tam məlumat əldə etmədikləri üçün ört basdır edilmə cəhdinin olduğunu düşünürlər. Rubright Epstein ilə qarşılaşdıqdan sonra baş verənləri hər gün yenidən travmatizə olmaq kimi təsvir edib və ölkənin, siyasi rəhbərlərin və hüquq mühafizə orqanlarının bu məsələyə ciddi yanaşmasını tələb edib. Rubright və digər qurbanlar Epsteinin ölümü və bəzi sənədlərin qismən açıqlanmasından sonra da geniş ictimaiyyətin skandalın arxasında qalanları tam bilmədiyinə görə narazılıqlarını gizlətmirlər.